Siz bilirsiniz, mən bu qanuna etiraz cümlələri nə qədər eşidirəm hər gün. Cürbəcür adamlardan, dövlət məmurlarından eşidirəm, müəllimlərdən eşidirəm, rəhbərlərdən eşidirəm. İnanılmaz bir müqavimət var Konstitusiyanın bu bəndinin həyata keçirilməsinə bağlı. İndi mən sizə göstərəcəm. Düşünün, siz hansılarda işləyirsiniz, yaxşı? Göstərə bilsəm. Okey. Kişi və qadın eyni hüquqlara malikdir. Deyəndə nə deyirlər? Qadın hüquqları deyəndə ailə dağılır. Gender rölüsü qərb ideologiyasıdır. Qərb ideologiyasını bizə gətirirsiniz. Niyə deyirsiniz qadınla kişi bərabərdir? Bu məsələdə var ki, bizim millət eyni ilə bərabərin fərqini bilmir. Yaxşı, biz bərabər deyirik, konstitusiya bərabər deyir, bunlar eyni eşidirlər. Sonra mənə başa salmağa çalışırlar ki, kişi ilə qadın eyni deyil. Deyirəm ki, mən bilirəm. Mən bilirəm bunlar eyni deyil. Çox təəssüf ki, niyəsə fikirləşirlər ki, biz bildirik ki, kişi ilə qadın eyni deyil. Elədir. Deyirik ki, bu mənşəyə digər xüsusiyyətlərinə görə ayrı seçkilik qoyulmamalıdır. Deyirlər ki, gətirəsiniz bu müxtəlifliyi, təşkilata nifaq salasınız. Hamı eynidir bizim üçün. Deyirik ki, 50-yə görə ayrı seçkilik qoyulmamalıdır. Çox təəssüf ki, bu da ağrılı yerimizdir ki, şərait yaradılmalıdır. Biz istəyirlər açıq deməsələr də, sözlərdən belə çıxı çox bahalıdır bu. Bu bir bahalı bir investisiyadır və bunu insana dəyər. Dəyər olmalıdır, elədir. Deyirik ki, valideyni statusuna görə insanları seçmək lazım deyil. Ata-ananın eyni haqları var. İkisi də Azərbaycan vətəndaşıdır. Deyirlər ki, atalar da geçsin məzuniyyətə, biz neynəyək, yaxşı bəs. Biznes neynəsin, hara geçsin. Bir də uşağa baxmaq qadın işidir. Deyirik ki, mental sağlamlıq, işçinin rifahı, bayaq ki, HR-ların buradan dediyi şey önəmlidir. Deyirlər, yox, burada klinik açacaq biz iş yerində. Əgər sağlamlıqdan gedirsə söhbət. Regionlardan danışanda həmişə yox, amma belə deyirik ki, regionlardakı insanları cəlb etmək lazımdır. Deyirəm, baxmışsınız, hansı regiondan işçiləriniz var, hansı regiondan işçiləriniz yoxdur. Çünki istəyərik Azərbaycanın bütün müxtəlifliyi, bütün gözəlliyi əks olunca şirkətdə. Şirkət gərək ölkəni təmsil eləsin. Əgər ölkəni dinləyirsə şirkət, bir baxa bilər ki, görsün hansı rayonlardan təmsilçilik var. Deyirək ki, rayondan gələn kadrlar olsa yaxşı olur. Ya da ki, bir o qalıb, indi baxacaq görək, Bərdədən neçə adam var, Siyəzəndən neçə adam var. Əlbəttə ki, bərabərlik deyəndə deyirlər ki, indi qadınları çıxardacaqsınız yuxarı, saxta bərabərlik yaradacaqsınız. Süni bərabərlik. Siz nələr eşitirsiniz? Siz hansı müqavimət cümlələri eşitirsiniz? Hər cümləmə bənzər. Kişi niyə qadından çox əmək haqqı alır? Yoxsa almalıdır? Niyə alır? Almalıdır. Deyirlər, təbii kişi qadından çox əmək haqqı almalıdır. Nə istəyirsiniz? Haralısın. Haralısan? Haralısan? Bu qadın işi deyil. Bəli. Xanımlar yaxşı rəhbər ola bilməzlər. Xanım hara rəhbər şəxs olmaq hara? Qadınlar kişilərə bərabərsə, niyə qadınlar əskəriyə? Onda onlar əskəriyə də geçsinlər. Okey. Hələ mən hələ şeyi demirəm. Yenə arvadlar üçün layihə eləyirsiniz deyən məmuru demirəm. Mən hələ qız ərə geçsin, nə işi var universitetdə deyən müəllimi demirəm. Mən hələ uşağa baxmaq arvad işidir deyən rəhbəri demirəm. Yaxşı, mən hələ bunu mədəni şəkildə yazmışam. Özünüz də bilirsiniz ki, çox mədəni şəkildə yazmışam. Hələ onları demirəm. Amma yaxşı xəbər var. Yaxşı xəbər bir CEO ilə görüşdə mənə belə dınq elədi. Evrika dediyimizə. Və sonra əlbəttə baxdım ki, bu sahədə zaten geniş iş gedir. Ups, geri qayıtdım, bağışlayın. Təkrar biliyin anasıdır. Evrika nə zaman yarandı? Rəhbərin biri ilə danışırdım.
Dedim ki, gender bərabərliyi təmin etmək lazımdır. Mənim başımda Azərbaycan Respublikasının konstitusiyası həyata keçirir, yaxşı, qeyri-adi bir iş görmürük.